Hər vaxtınız xeyir əziz şagirdlər və dəyərli yoldaşlar. Bugün biz 12 oktyabr 2025-ci il 9-cu sinif OTK-nın riyaziyyat suallarına baxasıq. Gəlin başlayaq birinci sualdan. Ən başda 31 ilə başlasaq. 31-də deyir ki, qiymətini hesablayın. Baxın, hər ikisində də bir saniyə. Hər ikisinə də 11,3 ortaqdır. Buna görə 11,3-ü sonra çıxardıram. Eləyir 7,2 üstə gəlsin 2,8. Bu eləyəcək 11,3 vuraq 10. Vergi ilə 0 gedəcək, qalacaq nə? 113. Cavab olur nə? B variantı. 32 ilə davam eləsək, 1 kiloqram 1000 tonu, 1 tonu. Uşaqlar, 1 ton sizə neçədir? 1000 kiloqramdır elə. 1000 kiloqramı 100% olarsa, 1 kiloqramma da x faiz deyirəm. Buradan islah apara bilərsiniz. İxtisara əsasən burada qalacaq 1/10, yəni 0,1 D variantı. 30-a diqqət eləyək. Deyir ki, ayın parçasının orta nöqtəsi N-dir. Deməli, bura bir K və K nisbətində bölünür. Sonra deyir ki, NK-nın, yəni bunun da orta nöqtəsi M-dir. Deməli, bura K-dırsa, MK-dırsa, avtomatik MK da K olacaq. Sonra deyir ki, MB-nin, yəni bunun orta nöqtəsi K-dır. Bu MK K-dırsa, avtomatik orta nöqtə olduğu üçün KB-də K olacaq. Yəni, bu 4 bərabər hissəyə bölünüb deməkdir. Ayın sadəcə K-dır. NB də 1, 2, 3 K-dır. Buradan da K-lar ixtisar gedir. Qalır 1/3, yəni B variantı. 34-də baxaq. Deyir ki, aha, baxın nə edirəm. Burada A tam dövrdə A-nı tapmaq üçün 9-da 50-dən çıxıram. 3-də bunu çevirə bilərəm. 3-də 10 kimi. Ortaq məxrəcə gətirsəm 9-da 50 çıxaq. 3-ə vurduğum üçün 30, yəni 9-da nə? 20. Bunu da düzgün olmayan kəsri qarışıq kəsrə çevirsəm eləyəcək 2,9-da 2, yəni 2 tam dövrdə 2. O da olur mənə D variantı. Davam eləyək 35, 36 ilə. Yox, 35 qaldı. Deyir ki, 12-nin natural bölənlər çoxluğu 12-dən kiçik sadə ədədlər çoxluğu. Bunu hər ikisini ayrı-ayrılıqda yaza da bilərsiniz. Və yaxud da 12-dən kiçik sadə ədədləri yazsanız, hansılardır? 2-dir, 3-dür, 5-dir, 7-dir və 11-dir. Bunların hansı 12-yə bölünür? 2 və 3 12-yə bölünür. Bu da olur 35 Y variantı. 36-ya baxsaq, uzunluğu 48 km olan yolun 6-da 5-i asfaltlanıbsa, deməli 6-da 1-i asfaltlanmayıb. Sizdən də zaten asfaltlanmayanı soruşur. 48-in 6-da 1-ni tapırsınız, o da eləyir sizə 8 B variantı. 42-yə baxsaq, bir saniyə, burada nəsə uyğunsuzluq yaranır. Gəlin 37-yə baxaq, sonra geri qaydaq. 37-də əziz şagirdlər, bu bucaq qarşılıqlı bucaq olduğu üçün deməli burada beta olacaq. Avtomatik alfa ilə beta daxili bir tərəfli bucaqlardır. Daxili bir tərəfli bucaqların da cəmi 180 dərəcədir. Buradan 9 alfa bərabərdir 180-ə və alfa bərabərdir 20 dərəcəyə. 2-ni 20-yə vuranda 40, 7-ni 20-yə vuranda nə eləyir? 140 eləyir. Betanı soruşur, yəni 140-ı soruşur. 38-ə baxsaq, baxın, deyir ki, bax, bu tərəf A çıxılsın B-dir. Bu tərəfdə B çıxılsın A-dır. Bu harada var? Birincidə var. İkinci sizə N, A birləşsin B-nin düsturudur. Burada ortada bu kəsişməni çıxardıb olmaz. İkincidə də düzgün, üçüncüdə də düzgündür. Niyə? Hamısının içindən bu kəsişməni çıxardır. Cavabımız olur avtomatik olaraq nə? 1, 3. 39-a baxsaq, baxın, A tək ədəddə, əgər bunu bilmirsinizsə yerinə ədəd qoya bilərsiniz və yaxud da gəlin belə eləyək. Tək ədədi cüt ədədə vuranda cüt ədəd eləyir. Cüt ədədin üstünə nə yazsanız cüt ədəddir. 2-ni, yəni cüt ədədi tək ədədə vuranda cüt ədəd eləyir. Cütün üstünə cüt ədəd gələndə cüt ədəddir. Yenə təki cütə vuranda cüt ədəd eləyir. Cütü cütə toplayanda cüt eləyəcək. Burada da yenə təki cütə vuranda cüt ədəd eləyir. Üstünə cüt ədəd gələndə cüt ədəddir. Amma baxın, tək ədədlə cüt ədədi toplayanda misal olaraq götürə bilərsiniz. Məsələn, 2 ilə 3-ü toplayanda 5 eləyir. 5-in üstü cüt də olsa, tək də olsa bu tək ədəd olacaq. Bizdən də zaten tək ədəd soruşurdu. Bu sualdan davam eləsək, gəlin əvvəlcə qarışıq kəsirləri düzgün olmayan kəsirə çevirək. Bu 4-də, 3-ü vurursunuz 4-də, 12 üstünə 3 gələndə 15, vuraq. 15-də 8, üstə gəlinsin 6-da. 2-ni 6-ya vuranda 12 üstünə 1 gələndə 13, vuraq. 26-da 3 olur. 15-lər ixtisar gedir, 4 ilə 8 ixtisar gedir, 2 qalır. 6 ilə 3 ixtisar bizə 2 qalır. 13 ilə də 26 ixtisar gedir. Burada 1, burada 2 qalır. Yəni 2 üstə gələk 4-də 1. Bu da siz eləyəcək
2 üstə gələk 0,25, yəni 2,25 B variantı. 41-ə baxsaq, baxın, bu bucaq alfa, bu bucaq beta olsa, AOB düz xətt olduğu üçün, yəni AB düz xətt olduğu üçün alfa ilə betanın cəmi sizə 180 dərəcədir. Və misalda deyir ki, alfa ilə betanın fərqi bizə 30 dərəcədir. Bunları toplasam, 2 alfa bərabərdir 210 dərəcəyə, alfa da bərabərdir 105 dərəcəyə olur. Bizdən B, O, C-ni soruşur. Burada alfa olduğu üçün orada 105 dərəcə olur. Qaydaq 42-yə. Deyir ki, 7-yə böldükdə natamam qismətdə 4 alınan ədəd, ümumiyyətlə A ədədini 7-yə böləndə natamam qismətdə 4 alınıb. Ən böyüyü soruşur deyə qalığı da ən böyük 6 götürəcəm. Qalıqlı bölmədə bölünəni tapmaq üçün natamam qisməti bölənə vurub, üzərinə qalığı gəlmək lazımdır. 28-in üstünə 6 gələndə eləyir 34, olur bizə B variantı. 70 dərəcənin qonşusu 110 dərəcədir, çünki 180 çıxaq 70 tapırıq. Ondan sonra gəlin bura baxaq. 3A 4 və 5-dir. Həm 3-ə, həm 4-ə, həm 5-ə bölünür. Yəni 3, 4, 5-in əkobu 4, 5-i 60-dır. Buradan A-nı tapanda 60-ı 3-ə bölürəm 20K. B-ni tapanda 60-ı 4-ə bölürəm 15K. C-ni tapanda 60-ı 5-ə bölürəm 12K edir. Gətirin yerinə yazaq. B, yəni 15K üstə gələk 12K bölək 20K çıxaq 15K. Bu da mənə verir 27K bölünsün 5K. K'lar buradan ixtisar gedir. 27-ni 5-ə böləndə 5,4 eləyir Y variantı. 45-ə baxaq. Deyir ki, A və B natural ədədləri üçün, baxın, kənar ədədlərin asili orta ədədlərin asilinə bərabərdir. Yəni A vuraq B bərabərdir 12-yə. Cəmi ilə böyüyünü axtarırsa, bir-birinə ən uzaq ədədlərə baxıram. Bu 1-dən 12-dir. İstəsəz digərlərini də yoxlaya bilərik. 3-dən 4, 2-dən 6-nı da yoxlaya bilərsiniz. Amma ən uzaq zaten burada əlimizdə olduğu üçün bunları toplayanda da 13-dən kiçikdir. 45 olur A variantı. 46-ya baxsaq, deyir ki, baxın, A ad çoxluqdur B-nin. Deməli, kəsişmə deyəndə hər ikisində ortaq olan A çoxluğudur. Birləşmə deyəndə hər ikisinin ən böyüyü B çoxluğudur. Bu da eləyəcək 3 üstə gələk 5, yəni nə? 8. Deyir ki, 60 ədədinin 60%, yəni 60-ı 60-a vurub 100-ə böləndə eləyəcək 36. 70 ədədinin də 70%-i sizə eləyəcək 49. Sizdən də 49 ilə 36-nın fərqini soruşur. Bu da bizə verir nəyi? 13-ü. Gəlin 48-i açaq. AB-ni atsam 10A üstə gəlinsin B. CD-ni atsam 10C üstə gəlinsin D. Üstə gəlinsin 9B bərabərdir 80 çıxaq 9D. 9D-ni atıram bərabərlikdən bu tərəfə. 10A, B, 9B, 10B. Üstə gələk 10C. D ilə də 9D-ni toplayanda 10D eləyir. Hər tərəfi 10-a bölsəm, A üstə gələk B, üstə gələk C, üstə gələk D bərabərdir 8 olur. Cavabımız 8-dir. Ümumi tərəfləri perpendikulyar olan bucaqlar ya bir-birinə bərabər idi, ya cəmi 180 dərəcədir. Burada nisbət verdiyi üçün deməli bunların cəmi 180 dərəcədir. 15K bərabərdir 180-ə, K da bərabərdir 12-yə. Kiçiyi soruşur, 12-ni vururam 7-yə eləyir 84. Cavabımız oldu 84. Gəlin davam eləyək 50 ilə. Baxın, açaq. 12 tam. 9, 9, 9. Çöldə də bir dənə 0 var, 0 yazıram. Bura ədədin özünü yazıb tam çıxırdım. Yəni 3453 olacaq. Üstə gələk. 87 tam. Yenə 9990-da. 6543-dən 6-nı çıxanda 6537 qalacaq. Bunları da toplayanda 87 tam. 9990-da. Yuxarıları toplayanda 0. 9. 9 və 9. Bu da sizə nə eləyəcək? Üzr istəyirəm, buranı səhv yazdım. Burada 99 tam olmalı. 1 tam eləyəcək. 99 tamdan da 1 tamın cəmi sizə verir 100 tamı. OD şüası AOC bucağının tənböləndir. Hər hansı bir AOC bucağı çəkək. OD şüası bunun tənböləndir. OY şüası isə AOD-nin tənböləndir. Yəni buradan bir dənə OY çəksəm, bura alfa bölünsə, bura avtomatik olur nə? 2 alfa. COY bucağının dərəcə ölçüsünü tapın deyir. Bir dəqiqə. AOC düz bucağı deyir. 1 minut. AOC düz bucağı deyir. AOC düz bucağının tənböləni OD-dir və bunu 45-45 hissələrə bölür.
OY də bunun tənbələndirsə, bu 22,5 və 22,5 olaraq 2 yerə bölünür. Buranı soruşur, yəni 45 üstə gəlinsin. 22,5-i soruşur, bu da siz eləyir 67,5 dərəcə. 52-yə baxaq. Birinci qutuda olan kürəciklərin 30%, ikinci qutuda olan kürəciklərin 60% ağ rəngdədir. Bu iki qutudakı bütün kürəciklərin 55%. Baxın, birinci qutuya bir x deyirəm, ikinci qutuya bir y deyirəm. Eləmi? Birinci qutunun 30%, yəni 0,3x-i, ikinci qutunun 60%, yəni 0,6 y ağdır. Ümuminin, yəni x üstə gələk y-in 55% nədir? Ağdır. Ağlar hansıları idi? 0,3x üstə gələk 0,6 y. İxtisar aparıb sonra da çarpaz vura bilərsiniz. Çarpaz vurub sonra da ixtisar apara bilərsiniz. Yəni çarpaz vurub sonra ixtisar aparaq. Yəni bunun qərarı sizindir. 30x üstə gəlsin 60y bərabərdir. 55x üstə gəlsin 55y-ə. Buradan 5y bərabərdir. 55-dən 30 çıxanda 25x-a və hər tərəfi 5-ə bölsəm y bərabərdir 5x-a çıxır. Nəyi soruşur? Birinci qutuda olan ağ kürəciklərin, ikinci qutuda olan ağ kürəciklərin neçə faizini təşkil edir? Aha, indi baxın. Y 5x-a bərabərdir. Elə gətirin burada qoyaq. 0,6 vuraq. 5x. Bu da siz eləyəcək 3x. Yəni ikinci qutuda 3x qədər ağ var. Birinci qutuda 0,3x qədər ağ var. Misalda deyir ki, birinci qutuda olan ağ kürəciklərin İkinci qutuda olan ağ kürəciklərin neçə faizidir? İkinci qutuda olan 3x-dir. Bu 100%-dirsə 0,3x-ima da bilmirəm nə qədərdir. Çarpaz vuraq. 30x bərabərdir. 3x vuraq suala. Sualı da tapanda 30x-i böləcəm 3x-a, yəni qalacaq nə? 10. Davam eləyək. 53-lə. Diaqrama əsasən A və B ədədlərinin sadə vuruqlarının sayı verilmişdir. Aha. A və B ədədim var. A 2-dən 5 dənədir. B 2-dən 3 dənədir. A 3-dən 4 dənədir. B 3-dən 7 dənədir. Əbab deyəndə hər ikisində ortaq və dərəcəsi ən kiçik olanı götürürük. Dərəcəsi ən kiçik olan 2 üstü 3-dür və 3 üstü 4-dür. Yəni 8 vurulsun 3 üstü 4-üm də mənə nəyi verir? 81-i verir. Bu da eləyəcək 648. Davam eləyək 54-lə. Baxın, mən nə edirəm 54-də? Beta bucağıma mənə 80 dərəcə verib. Eləmi? Əziz şagirdlər, bunu bir dənə bu tərəfə qaldırsam. Gəlin bu tərəf pozum karışmasın. Bunu bir dənə belə eləsəm. Bura avtomatik sizə 180 çıxaq. Y olacaq. Bura 20-dir, bura 80-dir. Ağzı sağa açılanların, yəni bunun cəmi betaya bərabərdir. Avtomatik bura olur 60 dərəcə. Yəni 180 çıxaq y 60-dırsa, y nəyə bərabər olur? 120 dərəcəyə. Daha sonra davam eləyək 55-lə. Aha, gəlin belə eləyək. Bunu uzadıram yenə. Buna paralel bir xətt çəkirəm. A ilə B paralel olduğu üçün dümdüz uzatdım. Bura alfadırsa avtomatik olaraq burada alfadır. 150-nin qonşusu bura 30 qalacaq. Düzbucaqlı üçbucağa görə 30-dursa bura 60 olacaq. 60-ın qonşusu da nə olacaq? 120 olacaq. Ümid edirəm imtahanınız çox yaxşı keçmişdir. Hər kəsə uğurlar. Videonu bəyənməyi unutmayın.